İran uzun müddətdir Ermənistanı silahlandırıb, bu sir deyil. Yəni bu məlumatlar zaman-zaman yayılıb. Amma hazırda İranın özünün səmasında başının üstündə necə deyirlər qara buludlar var, təhlükə var İsrail dövlətindən. Belə həssas və gərgin məqamda, dövrdə Tehran Ermənistanın hərbi dəstəyini necə qiymətləndirirsiniz? O zamana qədər ki, Azərbaycan Respublikasının ərazisi işğalda idi və müharibə var idi və bu sülh danışıqları bərpa olmamışdı. Baxmayaraq ki, 30 il ərzində çox saylı müraciət var idi İrana, Ermənistan tərəfindən hərbi sahədə əməkdaşlıq olsun. Heç zaman İran o istəklərə müsbət cavab vermədi və heç bir əməkdaşlıq olmadı. Əksinə Azərbaycan Respublikası ilə biz bu sahədə çox güclü əməkdaşlığımız var idi. Amma bu ərazi işğaldan azad olunandan sonra bəzi müraciətlər var idi ki, biz müdafiə şəklində istəyirik ki, özümüzü gücləndirək və bəzi tələbatlar var idi. Təbiidir ki, o silahlar ki, hücumda istifadə oluna bilər, heç zaman biz razılaşmarıq ki, qonşularımıza verək. O cümlədən o qonşu ki, bu imkan vardı ki, bir başqa qonşumuzun əleyhinə istifadə olunsun. Amma bəzi məsələlər vardı ki, müdafiə şəklində ola bilər, onlara baxmaq olar. Amma mən indi istəmirəm deyəm ki, bu sahədə İran tərəfindən, Ermənistan tərəfindən əməkdaşlıq olub ya yox. Bu yayılan xəbərlər mütləq İran tərəfindən baxılmalı və təsdiqlənməlidir. Ondan sonra onun üzərində biz danışıb və təhlil apara bilərik. Amma yenidən təkid edirəm ki, İranın prinsipal mövqeyi budur ki, qonşuları xüsusilə Ermənistanla bir əməkdaşlıq olmasın ki, onun nəticəsi bizim başqa qonşumuz, xüsusilə Azərbaycan Respublikası ki, həm qonşu sayılır, həm qardaş, qohum və hər cəhətdən bizə yaxın sayılır, onun əleyhinə mütləq olmamalıdır. Bu bizim prinsipal mövqeyimizdir və arxayın olun ki, bunun üzərində biz durmalıyıq.